Transformator elektrik cəryanının gərginliyini dəyişən bir cihazdır. Əsas problem enerji itkisidir. Elektrik uzaq məsafəyə gedəndə enerjinin çoxu istiliyə çevrilir. Bütün bu itkinin səbəbi yüksək cərəyandır. Deməli, cərəyanı azaltmaq lazımdır. Və transformator məhz bunu edir. Gərginliyi artırır, cəryanı isə azaldır. Bəs bu sadə cihaz bunu necə edir? Hər şey maqnetizmlə bağlıdır. Çox bəsitdir. Bir dəmir nüvə və onun ətrafına sarılmış iki məftil sarğısı. Dəyişən cərəyan birinci, yəni primer sarğıya daxil olur. Bu da öz növbəsində dəmir nüvədə daima dəyişən bir maqnit sahəsi yaradır. Və bu maqnit sahəsi heç bir təmas olmadan ikinci sarğıda yeni bir cərəyan yaradır. Bu proses ancaq dəyişən cərəyanla, yəni AC ilə işləyir. Çünki sabit cərəyanın maqnit sahəsi dəyişmir. Buna görə də induksiya baş vermir. Gərginliyin nə qədər dəyişəcəyi isə birbaşa sarğıların sayından asılıdır. Bütün transformatorlar eyni deyil. Onların fərqli növləri var. Məsələn, yüksəldicilər gərginliyi artırır, alçaldıcılar isə evimizə gələn cəryanı azaldır. Onları həmçinin nüvəsinə, faza sayına, hətta soyutma sisteminə görə də ayırırlar. Ən heyrətamizi odur ki, bu qədər sadə bir cihaz inanılmaz dərəcədə səmərəlidir. 100 ildən çox yaşı olan bu texnologiya hələ də gələcəyin enerji sistemlərinin təməlidir.